Və fəqihlərin bu barəsində 2 dənə görüşü var. Və birinci rəy odur ki, unudaraq, xəta eləyərək, cahil olaraq cima eləyən insana kəffara düşmür. Və bunu deyiblər Hənəfilər, Məlikilər, Şafilər, həmçinin İmam İshaq ibn Rahavey və Leys və Əvzai, İbn Munzir, Həsən və Mücahid və Sufyan Sovri. Allah Subhanahu bu ayəsini qeyd eləyərək deyiblər ki, və leysə aleykum cunahun fīmə axtatum bihi. Allah Subhanahu buyurur ki, ayədə etdiyiniz xətalara görə sizə günah yoxdur. Həmçinin Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, səhih hədisdə ümmətimdən xəta və nisyan və ikrah altında olan əməllər qaldırılır. Yəni, unutqanlıqdan, xətadan və ikrahla olan əməllər qaldırılır. Bu hədis ona dəlalət edir ki, insan xəta üzərindən, unudaraq və yaxud ikrahla hansısa əməl edərsə, ondan hökm qaldırılır. Həmçinin Peyğəmbər s.ə.v buyurur ki, səhih hədisdə Əbu Hüreyrədən gəlir hədis buyurur ki, mən aftar fi şəhr Ramazan nəsiyən fələ qada aleyhi və lə kəffərə. Kim Ramazan ayında unudaraq iftar edərsə, ona heç bir qəza və heç bir kəffarə yoxdur. Yəni, hədisin zahiri mənası ona dəlalət edir ki, kəffarəni vacib olmur həmin şəxsə. Kim Ramazan ayında unudaraq iftar edərsə. Və iftar fərq etməz, istər yeməklə iftar olsun, istər içməklə, istər cimana. Yəni, orucu açmaq. Yəni, unudaraq insan bu əməl edərsə, iftar edərsə, ona nə kəffara yoxdur, nə də qəza yoxdur. Ona görə bu məsələyə görə alimlər deyiblər ki, və oruclu ikən, istər Ramazanda, istər qeyri-Ramazanda insan unudaraq və xəta eləyərək və hökmdən xəbərsiz olaraq cima eləyən və yaxud yeyən içən insana kəffarə yoxdur və orucunu davam etsin və qəza da yoxdur. Və ikinci görüş isə deyir ki, kəffarəsi vacibdir. Bir insan unudaraq, xəta üzərindən və yaxud cahil olaraq cima edərsə, onun kəffarəsi vacibdir ki, kəffarəsini versin. Bunu deyiblər İmam Həmbəli məzhəbi deyib. Həmçinin Ata, tabinlərdən Ata bir rivayətidir. Bu da dəlil gətiriblər Peyğəmbər s.ə.v-in hədisini ki, hansı ki, Əbu Hüreyrə radiyallahu anh rivayət edir ki, bir gün oturmuşduq Peyğəmbər s.ə.v ətrafında və bir kişi gəldi, dedi, ya Rasulü, həlak oldum. Peyğəmbər s.ə.v dedi ki, nə olub? Dedi, mən bəs oruclu ikən ailəmlə yaxınlıq etdim. Peyğəmbər s.ə.v ona deyir ki, bəs qul azad edə bilərsənmi? Kişi deyir ki, yox, mən bacarmaram. Bəs imkanım yoxdur. Peyğəmbər s.ə.v dedi ki, bəs 60 gün oruç tuta bilərsənmi? Kişi dedi ki, xeyr, bacarmaram. Peyğəmbər s.ə.v ona dedi ki, bəs 60 nəfəri yedizdirə bilərsənmi? Və kişi dedi ki, xeyr. Və Peyğəmbər s.ə.v ayağa qalxdı və getdi və bir səbət xurma gətirdi və dedi ki, bunu apar ehtiyaclara payla, sədəqə elə. Və kişi deyir ki, ya Rasulü, məndən fəqir insan yoxdur Mədinədə. Və Peyğəmbər s.ə.v təbəssüm eləyərək buyurdu ki, apar bunu ailənə, yəni sədəqə elə, əhl-i beytə, onları yedizdir. Və bunu dəlil olaraq gətirirlər ki, bir insan unudaraq və yaxud bilməyərək xəta üzərindən cima edərsə Ramazanda və qeyri-Ramazanda və oruc olaraq və həmən insana kəffarə vacibdir. Və çünki Peyğəmbər sallallahu aleyhi ve sellem burada kişidən soruşmadı, o kişiyə təfsir etmədi ki, sən bunu bilərəkdən mi etdin, yoxsa xəta üzərindən mi etdin, yoxsa unutmuşdun, yoxsa mukrih idin. Peyğəmbər s.ə.v kişidən heç bir şey soruşmadı və sadəcə ondan kəffarələri soruşdu ki, və sən oruç tuta bilərsənmi, qulacaq edə bilərsənmi, yedizdirə bilərsənmi? Və ona ardıcı olaraq Peyğəmbər s.ə.v suallar verdi. Və kişiyə soruşmadı ki, sən bunu unudaraq mı etdin, yoxsa xəta üzərindən mi etdin? Ona görə bunu dəlil gətirək deyirlər ki, kim
Ramazanda, yəni oruclu ikən cima edərsə, ona kəffarə düşür, vacibdir kəffarə. Ona görə də cümhurul uləma deyir ki, bu məsələdə, yəni səhih odur ki, kim oruclu ikən iftar edərsə, yəni istər yemək içməklə, istər cimala, onun həmin insana kəffarə və qəza yoxdur. Və düzünü Allah bilir. İxlasla.com saytı tərəfindən təqdim olundu.